The passage and answer the questions. Mətn oxuyun və sualları cavablandırın. La Sagrada Familia is one of the most famous places in Barcelona, Spain. La Sagrada Familia İspaniyada, Barcelona'da məşhur yerlərdən biridir. It's a large and beautiful cathedral designed by famous architect Antoni Gaudi. O Antoni Gaudi, yəni məşhur memar tərəfindən dizayn olunan gözəl bir kilsədir. The church is a symbol of Gaudi's unique style and imagination. Kilsə Gaudinin xüsusi tərz və təsəvvürünün simvoludur. Gaudi dedicated the last 15 years of his life entirely to the project. Gaudi layihəyə bütün həyatının demək olar ki 15 ilini, son 15 ilini həsr edib. The construction began in 1882 and remains unfinished today. Tikinti 1882-ci ildə başladı və bu günə tamamlanmamış qalır. Once completed, it will exceed many historic churches in height and become the tallest building in Europe. Tamamlananda o bir çox tarixi kilsələrdə hündürlüyünə görə, yəni hündür olacaq və Avropada ən hündür bina kimi olacaqdır. The design of La Sagrada Familia is truly unique. La Sagrada Familia'nın dizaynı həqiqətən də xüsusidir. The building has tall towers and its exterior is full of detailed sculptures that tell stories from the Bible. Binanın çoxlu hündür qüllələri var və onun xaricində Bibliyadan hekayələr danışan heykəllərdən, detallardan doludur. Each part of the church symbolizes something important, such as life of Jesus Christ. Kilsənin hər bir hissəsi nəysə vacib bir şeyi simvolizə edir, hansı ki burada İsa Peyğəmbərin həyatı kimi. The interior is just beautiful with colorful glass windows that allow sunlight to shine inside. Daxili isə gözəldir, hansı ki burada pəncərə şüşələri rənglidir və bu da günəşin şüasının içəri daxil olmasına icazə verir. Gaudi designed the interior columns to resemble trees. Gaudi ağaclara bənzəyən daxili sütunlar dizayn etmişdi. Creating the feeling of walking through a forest, hansı ki burada meşənin içərisindən gəzərkən bir hissi bağışlayır. Natural light plays a huge role in the design. Təbii işıq dizaynda böyük rol oynayır. La Sagrada Familia is a UNESCO World Heritage Site, meaning it is considered a culturally important site. La Sagrada Familia UNESCO'nun dünya irs belə deyək ki, səhifəsinə daxil olub, hansı ki bu o mənaya gəlir ki, o təbiətin mədəni olaraq vacib bir hissə hesab olunur. Thousands of tourists visit the church each year to admire its incredible design and learn about Gaudi's work. Minlərlə turist hər il bu inanılmaz dizayna heyran olaraqdan səfər edirlər kilsəni və Gaudinin əsəri haqqında öyrənirlər. İlk sualımızda complete the sentence according to the passage mətnə görə cümləni tamamlayın deyilir. Different parts of the church represent kilsənin müxtəlif hissələri təmsil edir. Birincidə facts about the life of Jesus Christ, İsa Peyğəmbərin həyatı ilə bağlı faktlar. Mətnimizdə qeyd olunmuşdur bu haqda məlumatımız ki, o həmçinin qeyd olunur ki, İsa Peyğəmbərlə bağlı onun həyat tərzini simvolizə edən vacib bir hissələr vardır. Daha sonra ikincidə stories taken from Bible, Bibliyadan götürülmüş hekayələr təmsil olunur deyilir məlumatda və buradakı diqqət etsək, məlumatımıza əsasən düzgün hesab olunur, yəni oradakı heykəl tərəşlıqlar bunu ifadə edirdi. Facts about life of Antoni Gaudi. Antoni Gaudinin həyatı haqqında faktlar, belə bir məlumat yoxdur. Famous places of Barcelona. Barcelona məşhur yerləri, yenə məlumat doğru deyil. 1-2B variantı düzgün cavabdır.